Herkese salam, hər vaxtınız xeyir olsun. Bugün super asan, çox dadlı, doyumlu makaron salatı hazırlayırıq. Əvvəlcə qaynayan suya duz əlavə edib makaronu bişirək. Bişən makaronu süzüb soyması üçün bir kənarda gözlədək. Bu arada digər ərzaqları hazırlayaq. 2 ədəd təzə xiyarı, 3-4 ədəd pomidoru ortadan ikiyə bölüb lay-lay doğrayıram. Yarım qırmızı soğanı incə lay-lay doğrayıb qaba əlavə edirəm. Hərəsindən 2-3 sap cəfəri, şüyüd, göy soğan və yaşıl reyhanı orta irilikdə doğrayıram. 4 yemək qaşığı konserva qarğı dalını və tamam soğuyan makaronda salat qabını əlavə edirəm. Bir qabda 400 qram qatıq və ya xamaya, 2-3 yemək qaşığı mayonez, bir diş rəndələnmiş sarımsaq və zövqə görə duz əlavə edib qarışdırıram. Ərzaqların üzərinə əlavə edib qarışdırmağa davam edirəm. Ərzaqların miqdarını istəyinizə uyğun artırıb azalda bilərsiniz. Salat hazırdır. Sadə, asan və tez hazırlanmasına baxmayaraq bu salat çox ləzzətli olur. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Bu kimi video reseptlərin daha çox olmağını istəyirsinizsə, videonu bəyənib yeni video reseptlər üçün kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.